Dostlar ki, Sahil televiziyasında mən Tural İsmayılovun təqdimatında siyasi baxış verilişinin növbəti buraxılışını izləyirsiniz və biz bayramdan sonra aprel ayında ilk efirimizlə sizin qarşınıza gəlmişik. Təbii ki, aprel ayı deyəndə yadımıza 2016-cı il düşür. Aprel döyüşləri, hansı ki, elə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlara Azərbaycan aprel döyüşlərində layiqli cavab verdi və hər şey həmin dövrdəki əməliyyatlarla başladı. Yəni bu hadisəni belə dəyərləndirənlər Azərbaycanın qələbələrinin ən böyük başlanğıclarından biri hesab edənlər də kifayət qədər çoxdur. Bugün həm aprel döyüşlərindən, həm Almaniya prezidenti Frank-Walter Steinmeierin Azərbaycana səfərindən danışacağıq. Siyasi baxışda mənim qonağım daha əvvəldə dəfələrlə həm söhbətim olmuş millət vəkili Bəhruz Məhərrəmovdur. Bəhruz müəllim, xoş gəldiniz. Hər vaxtınız xeyir olsun. Bəhruz müəllim, əvvəlcə aprel döyüşlərinin istəyirəm bir tarixi əhəmiyyətindən bəhs edək. Aprel döyüşlərinin hansı önəmli tarixi əhəmiyyəti var və biz aprel döyüşlərindən gələcək üçün hansı əsas konturları götürə bilərik? Təşəkkür edirəm. Öncə ondan başlayaq ki, istər aprel döyüşləri, istər daha öncə 1-ci Qarabağ müharibəsi, istər Vətən müharibəsi, bunların heç biri birbaşa Azərbaycanın təşəbbüsü ilə başlamayıb və Azərbaycan yalnız və yalnız özünü müdafiə xarakterli addımlar atıb və Ermənistanın dövlət səviyyəsində realizə olunan hücumlarının qarşısını əks hücumla alıb. Aprel döyüşləri heç şübhəsiz ki, Azərbaycanın Vətən müharibəsində və antiterror tədbirlərindəki böyük qələbəsinə aparan yolun ən mühüm mərhələlərindən və addımlarından biri olub. Bilirsiniz ki, aprel döyüşlərinə qədər Azərbaycan və Ermənistan arasında ayrı-ayrı vaxtlarda atəşkəs pozulsa da birbaşa kəskin döyüşlər keçirilməmişdi və müharibə xarakterli döyüşlər aparılmamışdı və aprel döyüşlərində bu bir növ həm dünya ictimaiyyəti üçün, həm region üçün güclər balansının həm də sınağı oldu. Azərbaycan üçün hansı məsələlər aydınlaşdı? Azərbaycan üçün aydınlaşdı ki, möhtərəm cənab prezidentin dediyi kimi, milli ruhda yetişən gəncliyin həqiqətən Azərbaycan naminə qurmağa, yaratmağa və yeri gələndə eyni zamanda canından keçməyə hazır olduğuna biz şahidlik etdik. Çünki milli nəslin, milli ruhda düşünən, milli məfkurənin daşıyıcısı olan vətənpərvər gəncliyin yetişməsi hər bir dövlətə və hər bir bu istiqamətdə siyasət yürüdən liderə nəsib olmur. Amma görünən odur ki, Heydər Əliyevin, ulu öndərimizin Azərbaycançılıq ideologiyası, məfkurəsi əsasında möhtərəm cənab prezidentin həyata keçirdiyi siyasət artıq öz nəticələrini verib. Və aprel döyüşlərində biz buna şahid olduq. Eyni zamanda aprel döyüşlərində biz şahidlik etdik ki, Azərbaycan ordusu nələrə qadirdir. Qısa müddət ərzində Azərbaycan üçün prinsipal əhəmiyyəti malik Lələtəpə yüksəkliyinin azad edilməsi və demək olar ki, cəbhə boyu bütün istiqamətlərdə mühüm ciddi nailiyyətlərin əldə olunması, o cümlədən Azərbaycan üçün o dövrdə xüsusi prinsipal əhəmiyyətə malik olan Cocuq Mərcanlı kəndinin birbaşa düşmən hədəfindən kənarlaşdırılması bu özlüyündə mühüm uğur idi. Təbii ki, bunlar texniki detallardır, amma eyni zamanda bir də beynəlxalq siyasətdə bu prosesin biz roluna diqqət etməliyik. Artıq beynəlxalq ictimaiyyət Azərbaycanın gücünə bələd oldu. Amma eyni zamanda beynəlxalq ictimaiyyətdə bir arxayınlıq da yarandı ki, necə ki, aprel döyüşlərində Azərbaycanı dayandırmaq mümkün oldu. Yəni, Azərbaycan bir mənalı şəkildə təbii ki, Azərbaycan liderinin iradəsinə kimsə təsir edə bilməz. Amma istənilən halda beynəlxalq ictimaiyyət aprel döyüşlərini məhz beynəlxalq ictimaiyyət tərəfindən dayandırıldığı bir eyfariyasına girdi və bu sonraki dövrdə Vətən müharibəsində həqiqətən də bizim üçün çox önəmli bir konfigurasiya formalaşdırdı. Vətən müharibəsində də elə düşündülər ki, birincisi Vətən müharibəsində onlar əməliyyatları dayandırmaq istəmirdilər. Onlar ümid edirdilər ki, Ermənistan ta Kür çayına qədər, ta az qala Xəzərə qədər irəliləyəcək. Çünki Ermənistanın, möhtərəm cənab prezidentin bu günlərdə Almaniya prezidenti ilə görüşündə də ifadə etdiyi kimi, Ermənistanın hazırki hökumətinin o zamanki Xarici İşlər Naziri, eyni zamanda Müdafiə Naziri, daha çox ideya Müdafiə Nazirinin idi, yeni torpaqlar, yeni müharibə, yeni torpaqlar ideologiyasına çıxış edirdi. Və Qərb buna susan Qərb, eyni zamanda bu müharibəyə ümid yeri kimi baxırdı ki, o zaman Vətən müharibəsinə Ermənistan daha böyük ərazilər işğal edəcək və imperializm üçün daha geniş aspektdə, geniş arealda öz niyyətlərini həyata keçirmək imkan olacaq. Yəni, bu mənada aprel döyüşləri təbii ki, çox mühüm əhəmiyyətə malikdir. Aprel döyüşləri Azərbaycan xalqının tarixində, Azərbaycan hərb tarixində özünə məxsus yeri var, amma aprel döyüşlərinin heç şübhəsiz ki, ən əsas əhəmiyyəti böyük qələbəmizə gedən yolda bizim üçün
mühüm bir mərhələ olmasıdır və eyni zamanda aprel döyüşləri həm də böyük quruculuq və bərpa prosesinin başlama mərhələsi də hesab oluna bilər. Çünki Cocuq Mərcanlı məhz o prosesdən sonra qurulmağa, bərpa olunmağa, orada böyük məscidlərin tikintisi, məscidin tikintisi, evlərin bərpası, əhalinin tədricən qayıdışı yalnız bu aprel döyüşlərindən sonra mümkün oldu. Bəhruz müəllim, həm də biz bilirik ki, bütün savaşlar həm də özlüyündə təkcə tarixi və hərbi yox, siyasi əhəmiyyətə malikdir. Siz indi təbii ki, bu cavabınızda müəyyən qədər siyasi əhəmiyyətindən bəhs edəcəksiniz, amma istəyirəm konkret olaraq aprel döyüşlərinin siyasi təsirləri nə oldu və 2016-cı ildən sonra Cənubi Qafqazın mənzərəsi necə dəyişdi? Əslində, aprel döyüşləri dırnaqarası Qarabağ klanı adlanan Koçaryan, Sarkisyan rejiminin sözün əsl mənasında laxlaması ilə nəticələndi. Və sözün əsl mənasında həmin bandit, quldur iqtidar öz dayaqlarını itirdi. Elə bir formada itirdi ki, hətta onların himayəçiləri belə onları qoruya bilmədi və Qərb bu prosesdən istifadə edib fəallaşdı və nəticə etibarilə Paşinyan məhz aprel döyüşlərində Ermənistanın iqtidarında formalaşan xarabalıqlar üzərində gəldi hakimiyyətə. Və nəticə etibarilə, amma iş orasıdır ki, Paşinyan mövcud vəziyyəti dərk etmədi. Əksinə, Paşinyan ilk dövrlər, Azərbaycan prezidentinin də ifadə etdiyi kimi, bizdən vaxt istəsə də, məsələləri yoluna qoymaq, danışıqları daha pozitiv istiqamət aparmaq üçün vaxt istəsə də, bu möhtərəm cənab prezidentə onun bu və ya digər formada dolayısıyla müraciətlərində ifadə olunmuşdu. Sonradan Paşinyan özü Sarkisyandan və yaxud Koçaryandan, bu qatillərdən daha ağır, daha revanşist formada özünü göstərməyə başladı və Paşinyan Qarabağ Ermənistandır nöqtə bəyanatına qədər 2019-da gəldi çatdı. Yəni, ilk növbədə aprel döyüşlərinin əsas təsiri bir mənalı şəkildə Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxarması, Ermənistanda qüvvələr balansının dəyişməsinə, yəni Qərbin Rusiyanı bu və ya digər formada tədricən üstələməyə çalışması ilə başladı. Eyni zamanda aprel döyüşləri Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da yüksəltdi. Azərbaycan bir sıra yeni aldığı silahları və yaxud özünün müdafiə sənayesi məhsullarını bu və ya digər formada, amma eyni zamanda bir mənalı şəkildə beynəlxalq humanitar hüququ rəhbər tutmaqla sınaqdan keçirdi. Bu tam şəkildə 5-ci nəsil yeni müharibənin ilkin mərhələsi idi və Azərbaycan təbii ki, özünün geosiyasi mövqeyini xeyli gücləndirməklə Cənubi Qafqazda liderlik roluna iddiasının altında həqiqətən ciddi hərbi siyasi güc yatdığını göstərdi. Digər mühüm amil isə Azərbaycanda xalq iqtidar birliyinin dayanıqlı formada mövcudluğunu dünyaya göstərdi. Yəni, bəziləri aprel döyüşlərinə qədər düşünürdülər ki, Ərəb baharları, Türk baharları, belə bu kimi ifadələr işlədirdilər. Ta Orta Asiyaya qədər uzanan bir inqilablar dalğası, daha ondan əvvəl rəngli inqilablar dalğası. Bunların hamısı da yeganə ümidləri ondan ibarət idi ki, Azərbaycanda xalq iqtidar arasında bu və ya digər formada uçurumlar mövcuddur deyə bunları edə bilərik sanki. Amma nəticə etibarilə aprel döyüşlərində imperializm gördü ki, Azərbaycanda xalq bir mənalı şəkildə Azərbaycan hakimiyyətinin, şəxsən Cənab İlham Əliyevin və Heydər Əliyev yolunun ətrafında çox sıx birləşib və bu yola özünün nicatı kimi baxır. Və Bəhruz müəllim, təbii ki, bu həftənin ən önəmli siyasi hadisələrindən biri Albaniya prezidentinin Cənubi Qafqaza səfəridir. Əlbəttə, birinci Ermənistana səfərdə müəyyən bir qalmaqal yaşandı. Frank-Walter Steinmeierin Instagram hesabında bir yanlış paylaşım edildi. Təbii sonra Almaniya tərəfi rəsmi üzrxahlıq elədi və cənab prezident İlham Əliyevlə Steinmeierin mətbuata verdiyi bəyanatlar var. Bütövlükdə bu səfəri necə qiymətləndirirsiniz? Həqiqətən də səfər kifayət qədər həm mürəkkəb bir periodda, eyni zamanda mürəkkəb period yalnız Cənubi Qafqaz üçün yox, bütövlükdə dünya üçün mürəkkəb bir periodda, eyni zamanda da Almaniya prezidentinin Ermənistan səfəri zamanı baş verən beynəlxalq hüquqa zidd davranışlarla bilirsiniz ki, müşahidə olunmuşdu. Bəli, tutaq ki, biz onların səmimiliyinə inanaq və qeyd edək ki, Instagram səhifəsində səhvən qondarma rejimin o əski parçası paylaşılıb. Amma nəticə etibarilə Almaniya prezidentinin İrəvanda verdiyi bəyanatlar, bunlar da kifayət qədər beynəlxalq hüquqa zidd məqamları özündə əhatə etdirirdi. Bu mənada
Almaniya Həm də Bəhruz müəllim, çox üzr istəyirəm. Yəni siz uzun illərdir millət vəkilisiniz və müxtəlif beynəlxalq tədbirlərə qatılırsınız. Biz də tədqiqatçı kimi, jurnalist kimi qatılırıq. Adi, məsələn biz bir məlumatı yayanda belə neçə dəfə baxırıq ki, tutaq ki, hansısa bilmədiyimiz bir coğrafiyadırsa, rəqəmlər düz olsun, orayla bağlı görüntülər düz olsun. Yəni Almaniya kimi bir ölkənin prezidentinin Instagram səhifəsində hətta bilməyərəkdən belə bir səhvin olması özü də özünü hörmət edən bir dövlət üçün doğru deyil. Ümumiyyətlə inandırıcı deyil bu. Amma istənilən halda bizim üçün vacib olan o Almaniya kimi bir dövlətin rəsmən üzr istəməsi Azərbaycan rəhbərliyinin, Azərbaycan dövlətinin şəxsən cənab prezidentin qətiyyəti qarşısında geri çəkilməsi oldu. Amma burada məqsəd nə idi? Bilirsiniz ki, Ermənistanda Paşinyan Qarabağ hərəkatından əl çəkməklə bağlı dırnaqarası bəyanatından sonra əslində o bəyanatı xoş mənada verməyib, xoş niyyətlə verməyib. Bu bəyanatla o revanşistləri yenidən ayıltmağa cəhd göstərir. Və belə bir məqamda Almaniya prezidenti Ermənistanda meydanlarda olan revanşistlərə dəstək və Ermənistanı yeni müharibəyə təşviq etmək niyyəti ilə bax belə bir konfigurasiyanın alətinə çevrildi. Mən tutaq ki, şəxsən o qənaətdə deyiləm ki, Almaniya prezidenti bu bölgədə müharibə istəyir. Amma ən azından bu davranışları bütövlükdə sülhə xidmət etmədi. Amma Bakıda verdiyi bəyanatlar kifayət qədər qənaətbəxş idi. Məsələn, Almaniya prezidentinin bir mənalı şəkildə Qarabağ Azərbaycandır deməsi, bu və ya digər formada Ermənistanın baş nazirinin bir vaxtlar 2019-da Qarabağ Ermənistandır nöqtə deməsinin ardınca 2020-ci ildən sonraki dövrdə Qarabağ Azərbaycandır deməsinə bənzədi və Almaniya prezidenti də bax eyni mövqedən çıxış etdi. Bilirsiniz, bu siyasətdir. Siyasətdə əbədi düşmənçilik olmur. Siyasətdə belə deyək də hər sözün ucuzundan tutub ucuna getmək bu o qədər də qəbul edilməz. Amma son nəticədə bu kimi məsələlər əslində Azərbaycanın mövqeyinə əhəmiyyətli təsir göstərdi. Yəni Almaniya Ermənistanda bu mövqeyini nümayiş etdirdi və Almaniya prezidenti Ermənistanda səfərdə ikən üzr istənildi. Azərbaycanda isə Ermənistanda dediyinin və o üzr istədiyi, dediyi sözün tam əleyhinə və üzr istədiyi məqama uyğun olaraq açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi. Bilirsiniz, bu hansısa dövlətin, xüsusən Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq hüquqa xüsusi hörməti, xüsusi ətası deyil. Təbii. Bu bir mənalı şəkildə Azərbaycanın yaratdığı geosiyasi konfigurasiyadır. Avropa İttifaqının da, Almaniyanın da bu bölgədə maraqları var. Və bu maraqları təmin etmək üçün artıq onlar yaxşı başa düşürlər ki, bu maraqları Ermənistanın, marionet Ermənistanın, qütblər arası ziddiyyətin nöqtəsinə çevrilmiş Ermənistanın hesabına yox, Azərbaycanın hesabına təmin etmək olar. Və buna görə də onlar Azərbaycanın yaratdığı yeni geosiyasi şəraitdə Azərbaycanın beynəlxalq hüquqa uyğun diktələri ilə hərəkət etməyə məhkumdular, məcburdular. Və bir başqa məqamı da mən deyim, Almaniya prezidentinin bəyanatında əslində Avropa İttifaqının anti-Azərbaycan qruplaşmalarına çox ciddi zərbə vuracaq bir məqam oldu. Bilirsiniz ki, bir müddət əvvəl, söhbət 3 ya 4 il əvvəl Avropa Komissiyasının rəhbəri xanım von der Leyen Azərbaycanın səfəri çərçivəsində Azərbaycanı məhv edən, Azərbaycanla Avropa İttifaqı arasında enerji istiqamətində infrastrukturun genişlənməsini, qaz alışının intensivləşdirilməsini və həcmin artırılmasını hədəfləyən çoxsaylı bəyanat və vədlər vermişdi və daha sonra Avropa Parlamentində Avropa İttifaqının ayrı-ayrı rəsmlərinin biz bunun əleyhinə bəyanatlarına şahidlik etmişdik. Amma bugün artıq Almaniya prezidenti Avropa İttifaqının əsas iqtisadi gücünün rəhbəri olaraq Azərbaycanla qaz alışını, enerji mübadiləsini kifayət qədər daha da artırılması ilə bağlı mövqe ifadə etdi, niyyət ifadə etdi. Bu əslində Azərbaycan prezidentinin formalaşdırdığı və hədəflədiyi məqsəd və konfigurasiyanın sözün əsl mənasında qələbəsi sayılır. Bəhruz müəllim, sonuncu istəyirəm elə qısaca həm də toxunaq. Ötən il cənab prezidentin Almaniyaya bir neçə səfəri oldu. Almaniyanın iş adamları, investorları Bakıya gəldi. Bir tərəfdən Almaniya mətbuatında, Almaniya siyasi dairələrində bizi qane etməyən addımları görürük. Amma həm də bir yaxşı bir perspektiv var sanki ortada, düzdürmü? Azərbaycan ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün dünya xalqları ilə, o cümlədən Almaniya ilə bir mənalı şəkildə dostluq, əməkdaşlıq şəraitində münasibətlərin davamlılığında israrlıdır, qətiyyətlidir. Eyni zamanda biz Almaniya ilə münasibətlərimizi beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplər əsasında qurmaqda maraqlıyıq. Almaniyanın da öz maraqları var və bu maraqların içində qeyri-sağlam maraqlar da kifayət qədər mümkündür. Nəzərə alaq ki, Almaniya həmin o qeyri-sağlam maraqların 2 dəfə qurbanına çevrilib, yalnız bir əsr ərzində. Bu mənada indiki məqamda siyasət, xüsusən xarici siyasət niyyətlərin uzlaşdırılmasıdır.
Kimlər ki, Azərbaycanla niyyətlərini uzlaşdıra bilir, bu ancaq alqışlana bilər. Çünki Azərbaycanın niyyətləri beynəlxalq hüquqa uyğundur. Almaniyanın da Azərbaycanın da maraqlarına uyğundur. Amma təəssüf ki, Almaniyada nə qədər böyük dövlət olur olsun, bilirsiniz ki, Marshall planı çərçivəsində ayağa qalxmış bir dövlətdir və bu çərçivədə hələ də Sorosun təsirləri, hələ də qlobalistlərin təsirləri kifayət qədər güclüdür və bu mənada Almaniya mediasının, xüsusən xarici təsirdə olan Almaniya mediasının və Avropa İttifaqı çərçivəsində Almaniyada möhkəmlənən dairələrin təbii ki, ayrı zamanlarda hücumlarına şahidlik edəcəyik, amma əsas olan Almaniya dövlətinin başçısının bugün Qarabağ Azərbaycandır deməsidir. Azərbaycana enerji sahəsində ətraflı bir plana malik olduğunu deməsidir. Azərbaycana enerji sahəsində güvənilir tərəfdaş kimi baxmasıdır və bu mənada hesab edirik ki, təbii ki, perspektivləri var və bu perspektivlərin reallaşması üçün hər iki tərəfdən də iradəni biz müşahidə edirik. Təşəkkür edirəm Bəhruz müəllim. Siz sağ olun, siz sağ olun. Xatırladım ki, bugün siyasi baxışda mənim qonağım millət vəkili Bəhruz Məhərrəmov idi. Eyni zamanda Ermənistanın demək olar ki, mart ayı ərzində ölkəmizə qarşı təxribatları davam edir. Hər gün Müdafiə Nazirliyi tərəfindən məlumat yayılır. Bu məsələləri isə sabah mən özüm tək formada siyasi baxışda şərh edəcəyim. Sağ olun, salamat qalın.